Salam dostlar, necəsiz? Əslində bugün video çəkəsildim. Prosto evdə internet yox deyə mən də sıxılam. Elə dedim bir dənə video paylaşım. Həm siz baxasınız, həm də mən sıxılmayım, belə deyim də. Sizə şkafımı göstərəcəm ki, uşaq vaxtdan oynadığım iqruşkalar var içində. Bunun əzizə ışığını atıra bilərik. Aha, bir dakika. Neyse. Biraz efektlə oynadım onun için. Sizin için ben tam bir dəqiqə düzəldim. Çox işıqlandırmıyorum da, belə qoyum ki. Belə də pisdir aslında. Neyse. Tamam. Aha. Çox işıqlı deyirlərəm sizin üçün. Tam aydın görəsiz. Amma məncə hər nəysə çox işıqlı idim da. Çox işıqlı məncə parıldayıb eləyəcək. Belə nəsə belə yaşdı. Bunu təzəlicə alıblar mənə 9 may oğlana günündə. Düzdür, tam bilmirəm bu nə yarayır. Amma yəni suvenir də. Bagajda var. Göstərim. Buradan da belə örtülür qapaqla. Sonra iqruşkalar nəsə də gördüyünüz kimi iqruşkalarımız. Bu o vaxtı mən animeye baxanda, Naruto animesinə baxanda onda kaşlıq var idi. Onu gördüm, bəyəndim, zakaz elədim. Yəni uşaq vaxtı əslində baxdığım oynadıqlarım şeydir. Bunları hamınız bilirsiniz də. Bu heç də bu diş doktoru zat deyə. Neydi ha bunun adı? Play-Doh. Bunun nəsə qəribə adı var idi. Neyse bunu görüb bilirsiniz də, hamını sıxmaq üçündür. Bu da hər eyni şeydir, amma bu daha şeydir, yumuşağı. Sonra bunun biraz dağıtacağım ama neysə. Bunun ayarlama olan var, maksat. Məncə bu yadımdan çıxmıyorsa 70 dənədir. Yəni maksimum 70'e qədər qaldıra bilərdik. Bax burada bir dənə ışığını azaldım sizin üçün. Nəsə görünmür işinə. Nəysə bu maksimumdadır. Bunu da sıxırıq, problem deyil. Əlimin içi yaradı indi. Tam sıxa bilmirəm, amma yəni sıxırıq. Bu 250-dir. Məncə təxmini 90 kilo.